dövrəsindən yadigar dünyanın ən güclü qan artıran suyu. Qaynatan burada 7 böyük çuğundurdan istifadə etdi. Əvvəlcə çuğundurları yudu. Sonra qaynatmadan orta qalınlıqda belə dilimlədi. Əvvəlcə 3 kiloluq balona 2 yemək qaşığı şəkər əlavə etdi. Sonra üzərindən çuğundur dilimlərini əlavə etdi və çuğundur dilimlərini sərgəli şəkildə şəkərin hər tərəfinə yaydı demək olar. Və belə qat-qat halda çuğundur dilimləri və şəkəri əlavə etdi. Hər laya 1 yemək qaşığı şəkər əlavə etdi. Hazırlandıqdan 36 saat sonra içə bilərsiniz və soyuducuda qalmalıdır təbii ki. Qeyd edim ki, şəkər xəstəsi olanlar içə bilməz. Hər səhər ac qarnına yarım stəkan içə bilərsiniz. Uşaqlara isə həkim məsləhəti ilə verə bilərsiniz. Qanı artıran ən güclü vasitə olduğu kimi damar genişlənməsi, qanın laxtalanması, ürək-damar xəstəlikləri zamanı da istifadə olunur. Tərkibində B qrupu vitaminləri, kalsium, kalium var və sümük və dişləri qüvvətləndirir. Və sizə məsləhətim bütün qan artıran vasitələri unuda bilərsiniz.